Bu saç üçün tək bir məhsul kifayət etmədi. Bu saç təbii saçdır, amma təbii saç olması onun sağlam olduğu demək deyil. Ucları yorğun, quru və zədələnmiş vəziyyətdə idi. Ona görə burada sadəcə düzləşdirməyə fokuslanmadım. Həm saçın düz, həm hamar görünməsi, həm də baxımlı və parlaq nəticə əldə etmək istədim. Bu səbəbdən qara azoniya və qızıl azoniya ilə işlədim. Qara azoniyada əsas məqsədim daha güclü hamarlama və düzləşdirmə idi. Qızıl azoniya isə saçın daha yumşaq, parlaq və baxımlı görünüşünü ön plana çıxarmaq üçün seçdim. Mənim üçün əsas məsələ məhsulu çox istifadə etmək deyil, saçın vəziyyətinə uyğun düzgün seçim etməkdir. Bu saç təbii olsa da ucları zədəlidir. Ona görə də saçın ehtiyacına uyğun işləmək çox vacibdir. Burada mən əsasən həm düzləşdirməyə, həm də saçın o yorğun uclarının daha baxımlı görünməsinə fokuslandım və nəticədə saç həm hamar, həm düz, həm də parlaq və baxımlı göründü. Sizcə nəticə necə alındı?